Bismillahirrahmanirrahim. Elhamdülillah. Və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Sevgili arkadaşlar, bilirsiniz ki, insanların əksəriyyəti ağlı Quran və sünnadan qabağa keçirirlər. Yəni, Quran və sünnanın, Allah Taala'nın vəhyin ağla tabi edirlər. Əksinə, ağıl onlara tabi olmalıdır. Və əlbəttə ki, insan ağlını Allah Subhanahu Taala verib və ona seçim verib və onlar əlbəttə ki, istifadə olunmalıdır. Amma Allah Taala'nın kəlamına, yəni Quran və sünnəyə qabağa keçməməlidir. Çünki onda insanın imanını qarışır və onda bidətlərin və pis fikirlərin, xarab fikirlərin içində batıb gedir. Və buna dəlil olaraq Şeyxülislam İbn Teymiyyə rəhmətullahi aleyhi gözəl bir misal çəkir. Nuh aleyhissalamla oğlunun arasında olan söhbəti. Deməli, Allah Subhanahu Taala bilirsiniz o hadisəni ki, Allah Taala artıq Nuh'a əmr eləyir ki, onlardan başqa sənə iman gətirən olan deyil və gəmi hazırla və ora gəmiyə dişi və erkek olaraq yığ ora, yəni müəyyən qədər müəyyən şeylər və Allah Taala'nın əmri gəlməyi gözlə. Və Allah Taala'nın əmri gəlib, yerdən su qaynayır, göydən su tökülür. Yəni hər yeri tufan bürüyür, sel su basır gedir. Və oğlu deyir ki, mən yüksək bir yerə çıxacağım, dağın başına çıxacağım, xilas olacağım. Yəni ağılla ölçür hər şey. Yəni Allah Subhanahu Taala'nın əmri gəlib, ancaq bu ağılla nə edir? Deyir, mən yuxarı çıxacağım, ağılla belə ki, hündürə qalxsan su səni aparmaz. Amma Allah Taala'nın əmri gəlibsə, bu mümkün olan şey deyil. Və Nuh Aleyhisselam oğluna nə dedi? Yəni bu diyaloqdur. Dedi ki, bugün Allah Taala'nın rəhməliyindən başqa heç kəs nicat tapmayacaqdı. Bunlar dedi, vəhiydir. Yəni ki, əmirdir, gəldi. Və bu nədir? Öz ağlının Allah Taala'nın vəhyindən qabaq keçdi. Və sonra bir dalğa gəldi, oğlunu apardı və onların arasında kəsdi və batırdı və batanlardan oldu, məhv olanlardan oldu. Və bu da Allah Taala'nın cəzası, yəni etdiyin əməlin cəzası. Və gördüyünüz kimi insan həmişə fikirləşir, yəni ağılla fikirləşir. Amma sənin ağlında fikirləşdiyin hər şeyləri sən yerinə yetirə bilmirsənmi? Yox, mümkün deyil. Çünki sən istəyinlə deyil. Allah Subhanahu Taala nə yazıbsa və Allah Taala nə istəyirsə olur. Əlbəttə. Və həm də Allah Taala'nın əmrinə qarşı çıxmaq olmaz. Yəni burada ağlıla, yəni ağlı qabağa verdi. Söhbət ondan idi ki, ağlı qabağa verdi. O bəziləri var, əqlaniyyət. Yəni ağlı deyirlər ki, nəqldən, yəni Quran və sünnadan üstündür, qabaqdadır. Yəni hər şey ağılla ölçülməlidir. Və gördüyünüz kimi ağılla ölçdü, nəticəsi nə oldu? Və əlbəttə ki, ağlı istifadə eləmək lazımdır müəyyən yerlərdə. Bu demək deyil. Yəni belə məsələlərdən həmişə istifadə edirlər ki, görürsünüz, məsələn, müsəlmanlarda, yəni İslamda deyirlər ki, ağıldan istifadə eləyə bilməzsən. Hələ şey yoxdur. Sadəcə, sən o hansı həddə kimi qoyub, oraya kimi. Və nədir? Dedi, mən Allah Taala deyir, yəni Allahın əmri gəlib, yəni görür. Və deyir, Allahın əmri gəlib, oğluna deyir. Yəni bu deyir, mən çıxacağım dağın başına, yüksək bir yerə, xilas olacağım. Amma xilas ola bilmədi. Çünki Allah Taala'nın əmri gəlib. Ancaq deyir, o gün kim xilas ola bilər? Allah Taala'nın istəliyindən, rəhm eləyənlərdən başqa. Ona görə də həmişə belədir. Yəni bəzən olur ki, insanlar fikirləşir ki, nəyə görə mən filan şey görmüşəm, məsələn, hansısa bir əməl və yaxud heç iman gətirməyib və qeyri Allahın dinini qəbul eləməyən birisi yaxşı iş görürsə cənnətə girməlidir və yaxud da bağışlanmalıdır. Yəni o sən şərt qoya bilməzsən, sən ağlınla ölçürsən hər şeyi, hələ deyil. Və yaxud da bəziləri elə başa düşür ki, məsələn, biz deyəndə ki, bunu eləyəndə cənnət əhli olur, insana Allah Taala mərhəmət eləyir və bunları eləyəndə Allahın qəzəbı olur, deyirsiniz elə cənnət əhlisiz, cəmaatı nə üçün cəhənnəm əhli deyirsiniz. Yəni onu başa düş ki, biz demirik, yəni biz də o xilas olanlardanıq. Yəni onlar artıq öz ağılları ilə yəni bəzi fikirləri, məsələn, özlərin və yaxud da öz
irqin və yaxud da öz yolunun üstün tutur. Elə bilir ki, sən və mən söhbəti var. Burada Rəbbimiz yəni sözdür. Yəni Rəbbimizin dediyidir və biz də nicat tapmaq üçün bu yola çıxmışıq. Allah Subhanahu taala bizi ağlımızı düzgün istifadə edənlərdən etsin. Allah taala bizi bağışlasın və bizə rəhm eləsin. Və gördüyümüz kimi də insanların, yəni çoxsunun bidətin, xurafatın, küfrün və imandan uzaq olmasının səbəblərindən birisi də odur ki, yəni öz ağlınla üstün tutmur. Yəni Allah Taala'nın kəlamı və onun göndərdiyi elçisinin əmrlərini. Allah Taala bizə eşidib bilənlərdən etsin. Allah bizi qorusun. Allah ölkəmizə əmin-aman içərisində etsin. Allah Taala əsgərlərimizi qorusun. Allah Taala bizi bütün fitnələrdən, fəsadlardan qorusun. Allah ölkə başçımızı qorusun, xeyir içərisində etsin. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk.